Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda bir-birindən fərqlənən iki dadlı salatın hazırlanmasını sizinlə paylaşıram. Adi günlərdə, özəl günlərdə hazırlaya biləcəyiniz çox dadlı salat reseptləridir. Birini ətlə, birini ətsiz hazırlayıram. Çox dadlı da alınır. İndi keçək salatların hazırlanma qaydasına. Birinci salat çuğundur salatıdır. Bunun üçün 2 ədəd xırda çuğundur, 2 ədəd xiyar turşusu, 1 ədəd orta boy kartof, 2 ədəd yumurta, 1 ədəd də yer kökü götürmüşəm. Salat üçün lazım olan ərzaqları əvvəlcədən bişirmişəm, qalıb tam soyuyub. Bişirdiyim tərəvəzləri süzgəcin iri gözündən keçirdirəm. Kartofu, yer kökünü, bunları süzgəcin iri gözündən keçirdirəm. Bir yumurtanın ağını sarısından ayırıram. Sonda salatın üstünü bəzəmək üçün yumurta ağından istifadə edəcəm. Sarısı ilə bir bütöv yumurtanı süzgəcin iri gözündən keçirdirəm. Ağını isə videoda göstərdiyim kimi xırda gözdən keçirdib bir qaba yığıram. 2 ədəd xiyar turşusunu da rəndənin iri gözündən keçirdirəm. Salat üçün 2 ədəd xırda çuğundur götürmüşəm, amma əgər sizdə çuğundur iri olarsa, onda elə biri də bəs eləyir. Çuğunduru da süzgəcin iri gözündən keçirdib yenə boşqaba yığıram. Salatı belə çəmbərin içində hazırlayıram. Əvvəlcə rəndələnmiş kartofu formanın içinə əlavə edirəm, hər yerinə yayıram. Üstündən duz, qara istiot səpirəm. Salatı hazırlayarkən mayonezlə xamanı qarışdırıram. Mayonezli qarışımdan, sıxma torbasından yumurtanın üstünə əlavə edirəm, hər yerinə yayıram. İkinci sırada yumurtanı əlavə edirəm. Üzərinə duz, qara istiot səpirəm. Yenə sıxma torbasından, mayonezli qarışımdan üstünə sıxıb hər yerinə yayıram. Sıralama ərzaqları üst-üstə əlavə edirəm. Ardından yer kökünü əlavə edirəm. Onu da formanın içinə yayıram. Zövqə görə duz, qara istiot səpirəm. Yenə mayonezli qarışımdan əlavə edib üstünə yayıram. Rəndələnmiş xiyar turşusunu əlavə edib onu da formanın içinə yayandan sonra üzərinə mayonezli qarışımdan əlavə edirəm. Sonda rəndələnmiş çuğundurun çox hissəsini salatın üstünə töküb hər yerinə yayıram. Duz, qara istiot səpirəm. Bol-bol mayonezli qarışımdan əlavə edib hər yerinə yayıram. Bu qaydada hazırlayıram. Soyuducuya qoymuram. Elə hazır olandan sonra çəmbərdən çıxardıram. Çox rahatlıqla da çıxır, heç bir dağılma olmur. Ayırmış olduğum çuğundura biraz duz səpmişəm, duzsuz olmasın. Çuğundurla salatın yan hissələrini bəzəyirəm. Mən salatın üstünü, ortasını ayırmış olduğum yumurta ağı ilə bir də çuğundurla bəzəyirəm. Siz öz zövqünüzə görə salatın üstünü bəzəyə bilərsiniz. Hazır salatı soyuducuya qoyuram. 1 saat gözlətdikdən sonra artıq dadına baxmaq olar. Çox dadlı, doyumlu bir tərəvəzli salat alınır. Salatı, toyuq sinə əti, yumurta, kartof, yer kökü, Holland pendiri, bir də xiyar turşusu ilə hazırlayıram. Salat üçün ərzaqları əvvəlcədən bişirmişəm, qalıb tam soyuyub. Əvvəlcə duzlu suda bişirdiyim toyuq sinə ətini 2 yerə bölüb, xırda hissələrə ayırıb, sonra əlimlə didirəm. İstəyə görə toyuq ətini dana əti ilə də əvəz eləmək olar. Bu salatı da yenə eyni qaydada süzgəcin iri gözündən keçirdirəm. Bişirdiyim kartofu, yer kökünü, yumurtanı, hamısını videoda göstərdiyim kimi süzgəcin iri gözündən keçirib boşqablara yığıram. Xiyar turşusunu da rəndələyib yenə bir qaba yığıram.
Ərzaqları hazırlayandan sonra keçirəm salata hazırlamağa. Ərzaq qabına toyuq ətin əlavə eləyirəm. Üzərinə rəndələnmiş yerkökün, kartofun, yumurtanı əlavə eləyirəm. Yumurtanın hamısını əlavə eləmirəm, az hissəsini saxlayıram. Salatın kənarlarını bəzəmək üçün. Zövqə görə duz səpirəm, qara istiot. Hazırladığım mayonezli qarışımdan 5-6 dolu xörək qaşığı qaba əlavə eləyib əvvəlcə bunları biraz qarışdırıram. Dadına baxıram, duzu çox olmasın. Sonra rəndələnmiş xiyar turşusunu əlavə eləyirəm. Ərzaqların hamısını yaxşı-yaxşı qarışdırıram. Daha da fərqli olması üçün salata istənilən əlavələri eləmək olar. İstəyə görə yaşıl noxud, qarğıdalı konservası da əlavə eləyə bilərsiniz. Mən elə belə sadə hazırladım. Salatlar üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Bu salatı da çəmbərin içində yığıram. Hazırladığım salatın hamısını çəmbərin içinə töküb qaşıqla biraz üstündən sıxıram ki, biraz bərk olsun. Üstün hamarlayıram. Sonda üzərinə mayonezli qarışımdan əlavə eləyirəm. Bu qaydada hazırlayandan sonra onu da çox rahatlıqla çəmbərdən çıxardıram. Süzgəcin xırda gözündən keçirdiyim Holland pendirini əlavə eləyirəm. Salatın üstünə hər yerinə yayıram. Sonda ayırmış olduğum rəndələnmiş yumurta ilə salatın yanlarını bəzəyirəm. Üstünü isə şüyüdlə bəzəyirəm. Belə gördüyünüz kimi çox sadə bir salat hazırladım. Görünüşü də gözəldir, dadı da çox ləzzətli olur. Hər iki salat bir-birindən fərqli, ayrı-ayrılıqda çox dadlıdır. Siz də hansı salatı bəyəndinizsə ondan hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.